Ya keçməzdən əvvəl kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. İranın Fars Molla rejiminin Güney Azərbaycanda Kürd kartını gücləndirməsinə qarşı Urmiyada Azərbaycan türkləri ayağa qalxıb. Urmiyada keçirilən aksiyalarda yüz minlərlə soydaşımız iştirak edib. Aksiya iştirakçıları Azərbaycan yatmayıb, Kürdə torpaq satmayıb, Azərbaycan yurdumuz, Urmiya bozqurdumuz və Azərbaycan oyaqdır, Kürdlər bizə qonaqdır şüarlarını səsləndiriblər. Etiraz aksiyalarından yayılan görüntülər soydaşlarımızın doğma Azərbaycanın hər bir qarışını müdafiə etməkdə qətiyyətli olduqlarını göstərir. Axar az xəbər verir ki, bu barədə politoloq Xaqani Cəfərli bildirib. O qeyd edib ki, Güney Azərbaycanda belə bir vəziyyətin yarana biləcəyi ilə bağlı aylar öncəsi dəfələrlə xəbərdarlıq edib. Milli kimliyini və coğrafi Azərbaycan faktorunu önə çəkən Məsud Pezeşkanın prezident seçkilərində qələbəsinin Fars Molla rejiminin sinir mərkəzlərini hərəkətə keçirəcəyini proqnozlaşdırmaq çətin deyildi. İndi Fars Molla rejimi Kürdləri təxribatlara sövq etməklə bir zamanlar Moskvanın Quzey Azərbaycanda oynadığı erməni kartının Kürd variantını Güney Azərbaycanda oynamağa çalışır. Erməni kartı ilə Quzey Azərbaycanı istiqlaliyyət və demokratiya uğrunda mübarizədən yayındırmağa çalışan Moskvanın ssenarisinin eynisini Fars Molla rejiminin sinir mərkəzləri Güney Azərbaycanda Kürdlərin əli ilə oynamağa başlayıb. Suriya və İraqdakı bir sıra Kürd millətçiləri də bu prosesdə vaxtilə Zori Balayanlar oynadığı rolu oynayırlar. İranda Azərbaycanlıların sayını azaltmağa, Kürdlərin sayını artırmağa çalışan bu şəxslər ermənilər kimi uydurma tarix də yaratmağa girişiblər.